Salam. Hər vaxtınız xeyir gənclər. Necəsiz? Bu gün istədim belə bir vlog çəkim. Sizlə bir yerdə həm yol sürək, həm söhbət eləyək. Siz böyük ehtimal arxa planda görürsünüz onsuz da. Insta yox, DJI 360 alanda həm arxa plandan görəcəksiniz rahat bir şəkildə. Belə istədim vlog tərzi bir şey çəkək. Nə qədər vaxt atmırdım. Əvvəlki də gördüm YouTube'da biraz izlənmə qazanıb. Dedim bir növbətini də atım. Əslində heç vaxtım olmur deyə ata bilmirəm. Yoxsa mənim çox ürəyimləndir vlog çəkib atmaq. Amma vaxtım olmurdu deyərlərim. Heç nəyə vaxtımız olmur. Əsasən də son dövrlərdə baxıram. Sadəcə yaşamaq üçün yaşayırıq. Heç nə edə bilmirik. Qırağa bir şey ata bilmirik. Pul cəhətdən də söhbət gedir. 4-5 dənə eyni işdə işləməliyik ki, heç olmasa normal biraz bir şey qazana bilək. Cibimizə biraz pul girsin. Təbii ki, belə bir vaxtlarda da nələrdən qarşılaşırıq? İnsanların paxıllığı, insanların kommentləri ilə qarşılaşırıq. Necə kommentlərdir bunlar? Hamısı Zeyd. Ağaş, ata şotunu almısan, nə bilim, 9 atıb motosikl almısan, neynəmsən? Heç kəs arxa planda sizin nə qədər əziyyət çəkdiyinizi görmür. İnsanlar sadəcə düşünmək istədiyi şeyləri düşünür. Yəni, sadəcə belə xislətində nə varsa ona uyğun bir şey düşünür və deyir ki, da bu adam belə eləyib. Mən uğursuz olmaq səbəbim, mənim uğursuz olma səbəbim sırf bu tip şeylərə görədir ki, cəmaatın daydayı var, cəmaat nəsə edir, mən daydayım yoxdur, edə bilmirəm. Yəni, özlərini belə haqlı görməyə çalışırlar. Halbuki elə bir şey yoxdur. Hə, düzdür, Azərbaycanda vəziyyət dəhşət çətindir. Bir insanın normal biraz pul qazanmağı, özünü tutmağı çox çətindir. Bir də ki, blogerlik, müğənnilik, aktyorluq bu ölkədə o qədər səviyyəsiz bir sənət halına keçib də baxırsan ki, əqidələri yoxdur, qumarı təbliğ eləyirlər. Var da, həqiqətən məşhurlardan qabağımıza o reklamlar da çıxır da. Altını vurmusan, nə altını vurmusan? Cəmiyyəti niyə bu qədər alçaldırsınız? Niyə bu qədər alçaq görürsünüz? Yəni, burada düşünə bilən, burada müzakirə edə bilən xeyli gənc var. Xeyli yaşı çox insan var ki, yəni mənim kimi düşünür. Siz niyə cəmiyyəti alçaq görməyə çalışırsınız? Qumarı təbliğ edirsiniz. Düzdür, bu kasıbçılığın nəticələridir, inanın mənə. İnternetdə gördüyünüz o boş-boş insanların məşhurlaşmağı, o gördüyünüz bəzi müğənniciklər, bəzi aktyorcuqlar, bunların qumarı, pis şeyləri təbliğ eləməyinin tək səbəbi məhz elə bu kasıbçılıqdan irəli gəlir. Varovskoy söhbətlər də sırf elə kasıbçılıqdan irəli gəlir, inan mənə. Bilirsiniz nəyə görə? Deyir ki, mənim pulum yoxdur, mən yaşaya bilmirəm, məsəl üçün də Parisi, Fransanı gəzə bilmirəm, İtaliyaya gedə bilmirəm. Məsəl üçün də Fiji dağlarına heç vaxt çıxa bilməyəcəm, amma mənim oğlanlığım var. Yəni, səncə Amerikadakı adamın oğlanlığı yoxdur, onun da var, inan mənə. O səndən daha yaxşı yaşayır deyə sənin gözündə onun oğlanlığı yoxdur. Düzdür, mental dəyər olaraq Azərbaycandan daha yaxşı bir mental dəyəri olan ölkə tanımadım indiyənə kimi. Yəni, xarici hansı ölkəyə baxırsınız, baxın, mental dəyərləri sıfırın altındadır. Öz cəmiyyətlərinə, öz insanlarına hörmətləri yoxdur. Amma bizdə də bu fərqli cür ifadə olunur. Necə? Məsəl üçün, yolda sürücüyə hörmət eləmirlər. Ucuz maşına hörmət eləmirlər. Sonra kimsə az qazanırsa ona qazancına görə hörmət qoyurlar. Kimsə biraz büdrəyən kimi baltalamağa çalışırlar. İnsanlarımız belədir. Yəni, bu dəyişməyəcək. Burada cəmiyyəti dəyişə bilməyimiz üçün gərək bizim
təhsil səviyyəmiz də yüksəlməlidir. Ay, qız yıxılır da az qalsın. Bizim təhsil səviyyəmiz yüksəlməlidir. Bizim dünya görüşümüz artmalıdır. Uşaqlarımıza bu cür tərbiyə verməliyik. Və bunu izləyən bax mənim nəsil insanlardır. Z nəslidir bunu izləyənlər. Onlar eləyəcək nə eləyəcəksə. Hə, amma aralarında nələr var Z nəslində? Gic-gic tipajlar. Biri nə bilim məktəbə girib müəllimi vurur, güllələyir. Fikirləşin, yəni mən bu haqda danışmağa belə qorxuram ha. Niyə? Çünki bəlkə də bir daydayı var, çox güclü daydayı olmalıdır ki, bu məsələ heç yəni sadəcə də hop-stop qaldırıldı. Bəzi məsələlər var ki, yerində qaldırılır. İnsan danışmaqdan qorxur bu ölkədə hər hansısa bir şeydən. Yəni, məni səhv başa düşməyin, mənim problemim qətiyyən dövlətdən deyil. Bu, pis dövlət deyil, yəni hər dövlətdə yeyinti var, hər dövlətdə rüşvət var. Bu, bariz bir məsələdir. Plus, biz çox balaca bir ölkəyik. Bu, aradan keçim, hə. Biz çox balaca bir ölkəyik, yəni bunun olması çox normal bir şeydir. Çünki sistem dəyişmir. Çünki sistemdəki yaşlı insanlardır və bu yaşlı insanlar rüşvətlə böyüyüblər. Sovetin o rüşvətini götürüblər. Ona görə bu da dəyişməyəcək bir şeydir. Hamı talan edeyim, biraz yeyim, görüm axıra nə olur düşüncəsindədir. Əlində güc olanlar başqasının işlərini əlindən almağa çalışır. Yəni bu cür şeylər var, amma bunun mən sizə deyirəm, bizim başdakı insanlardan bir adiyyəti yoxdur. Bu sistemin içidir. Başdakı insanlar 50 dəfə də dəyişəcək. Amma bu sistemi o içərisindəki insanlar dəyişəcək. Və onlar da dəyişmək istəmir. Bəli, onlar da dəyişmək istəmirlər. Məsəl üçün, qınanılan şeylərə baxırsınız ki, həqiqətən də yəni, çox kasıb təfəkkürdə olan insanların qınadıqları şeylər var. Qınanılan şeylər də çox bərbaddır. Yəni, nə qınanılır? Geylər çıxdı ortaya. Sənin geylərdən daha böyük problemin var, əzizim. Sənin problemin geylər deyil bu dəqiqə. Sənin problemin lezbiyankalar deyil bu dəqiqə. Sənin problemin sənin haqqının tapdalanmasıdır. Və mən belə deyəndə bir millət ki, fikirləşir ki, mən yuxarıdakı hər hansı bir şəxsə söz deyirəm. Xeyr. Bunu yenə xalq olaraq özümüzə edirik. Qəssab ətdən kəsir. Nə bilim, meyvə-tərəvəz istehsalçısı, bir fermer öz ərzaqından kəsir. Hamı birdən varlanmaq istəyir. Heç kəs seyləmək istəmir. Baxırsan, aydın motosiklet nə qədər böyük bir kateqoriyaya xitab edə bilər də. Motosikl bir mədəniyyətdir, motosikl bir sevgidir, motosikl bir həyat tərzidir. Amma siz baxırsınız ki, motosiklet kimi kiçik bir sektorda belə insanlar bir-birini aldatmağa, insanlar bir-birinin haqqına girməyə çalışır. İnsanlar görmür və bu haqda danışmır. Bu haqda danışanlar da ki, problemlərlə üzləşir. Yəni, dediyim kimi, problem dövlət deyil. Problem bizim millət olaraq dəyişməyimizdir. Biz millət olaraq əvvəlcə dəyişməliyik. Əvvəlcə bu hər şey yoldan başlayır, sürücülük mədəniyyətindən başlayır. Yol verməkdən, nə bilim, qapı açılanda xanımlara icazə verməkdən ki, siz qabaqdan keçin. İnsanların bir-birinə üstdən aşağı baxmağından. Siz fikir vermişsiniz, bizim millət qədər egoist ikinci bir millət yoxdur. Millətimi pisləmirəm qətiyyən, millətimə canım qurban. Çox yaxşı insanlar var. Bir-birinə dəstək olan insanlar var. Ən azından çox pul göz deyirlər. Yəni, bu ayrı bir məsələ. Amma siz fikir verirsiniz ki, insanlar nə qədər egoistdir. Mən, məsələ üçün də 12.000-lik bir motosiklet sürürəm, amma mən demirəm də ki, mənim motosikletim 12.000-dir, belədir, elədir, salam əleykum.
Hə, mənim motosikletim 12 mindir, siz məndən aşağısınız, ayda 500 manat qazanır falan kəs, nə bilim, nə. Çünki ehtiyac yoxdur. Əsas insanın həqiqətən də öz insanlığıdır. Sabah o bir iş görər, atıram altında 60 minlik motosiklet olar və yaxud da ki 100 minlik maşın olar. Siz bunu belə eləyirsiniz. Motosiklet sektorunda motosürücülərinə baxırsan ki, məsəl üçün də bir dənə qırıq cındır bir motosiklet sürür, özünü qaldırıb dağın başına. Xəstə sənin altındakı motosikletin maksimum qiyməti 6000, 7000-dir. Niyə belə bir şey edirsən? Niyə belə bir düşüncədəsən yəni? Düzdür, altında 80 minlik motosiklet olsa belə bu düşüncə səhv bir düşüncədir. Yanlışdır. Amma niyə də bu haldakı variantınla niyə gəlir öz malını səndən üstün görməyə çalışır? Səbəb xeyir ola. Bu qədər şey elədin, inkişaf elədin. İnkişaf eləmiş heç kəs sizi örsələməyə çalışmaz. İnkişaf eləmiş heç kəs belə deyim, özünü üstün görməz. Ən ağıllı insanlara baxın, məsəl üçün, adamların dedikləri bir şey var ki, biz hələ yolun çox yarısındayıq. Biz hələ heç nə öyrənə bilməmişik. Bizim hələ öyrənməli olduğumuz çox şey var. Bunu deyir. Ən güclü idmançılara baxın, deyir ki, əsas güc xarakterdir, xasiyyətdir. Və onlarda var həqiqətən də. Güclü biznesmenlərə baxın, məsəl üçün, siz keçib bir xırda bir biznes qurmağa çalışanda, həqiqətən güclü bir biznesmen qətiyyən sizi lağlağaya qoymaz. Qətiyyən sizə yuxarıdan aşağı baxmaz. Hətta sizə dəstək olar. Mən biznes qurmağa başlayanda ilkin etapda köhnənin bir biznesmeni mənə köməkli oldu. Həqiqətən çox sağ olsun. Mənim özümün çətinliklə tapa biləcəyim insanları, məsəl üçün, mənə tapdı. Dedi ki, hə, keç falan kəsdən işivi qur. Məsəl üçün, vön aç, vergivi ver, belə elə, elə elə. Bunları mənə öyrətdi. Bilirsən ki, bir şeyi bacarmış insan hər daim sənə dəstək olacaq. Həmişə. Mən motosikl sürməyə başlayanda ətrafımda heç kəs yox idi. Heç bir dostum yox idi ətrafımda. Bəli, bu bir reallıqdır. Və mən bunun qarşılığında nə elədim? Motovlogger olaraq məndən sonra motosikletə başlayan hər bir kəsə bacardığım qədər əl uzatmağa çalışdım. Və indi daha da yaxşı olacaq. Bu yay hər şey çox daha yaxşı olacaq. Özüm videolarımı YouTube üçün təlim videoları çəkəcəm. Yəni bunu pulsuz da öyrənə bilərsiniz də. Hə, bir də ki, hamı tapdığı məlumatı, elədiyi şeyi gizlətməyə çalışır. Niyə? Paylaşmaq bu qədər mi çətindir? Onsuz da axtaran onu türklərdən də tapır, Amerikanlardan da tapır, Ruslardan da tapır. Niyə biz digər millətlərin bu şeyini götürmürük? Bir insan bir şeyi bilirsə özünə gizlədir. Gizlətməyin. Təbii ki, demirəm, bu sizin biznesiniz ola bilər. Bu, siz bir şeyi bilirsiniz, digərlərindən daha yaxşı bilirsiniz, bunu məlumat olaraq satırsınız. Təbii ki, bizdə də təlim var və yəni Azərbaycanın həqiqətən də ən yaxşı təlim verəcək insanlarından birinlə işləyirəm. Bu mənim üçün çox qürur vericidir, Əhmədlə işləyirəm. Yəni, amma bunun yanı sıra eyni zamanda biz o təlimi internetə qoyacağıq. Elə bu kanalın altında siz onu videolarda görəcəksiniz. Çox istəyərdim ki, bir TV kanalı və yaxud da ki, bir televiziya olmasa belə YouTube proyektləri var da, productionlar var. Onlar dəvət eləsə, biraz maliyyələşdirib dəstək versəydi çox yaxşı olardı, amma burada belədir də. Sən özün dişinlə, dırnağınla bir yerə çıxmalısan, ondan sonra ətrafına güclü insanlar gəlir. Sən özün güclü olmalısan bu ölkədə. Mental olaraq çox çöküşlər yaşamışıq. Yaşamaya da davam edəcək, yəni bu qaçınılmaz bir şeydir. Amma bu bir nöqtədə bizə bu stres, bu problemlər bir nöqtədə bizə pozitiv bir şey kimi geri dönür. Ona görə heç vaxt özümüzü bu yoldan geriyə çəkmək olmaz. Mən belə düşünürəm. İndi bəlkə də bu videoya baxan 5-10 adam deyəcək ki, motosiklet sürürsən, bikersən, motivasiya danışıqları kimi danışırsan. Nəysə də mentorlar kimi danışırsan.
Amma bəli, yəni internetə görəndə görürəm ki, hamı sən bunu bacara bilərsən, amma gəl mənim kursuma, mən sənə bir mentor kimi bir dərs keçim, bir kurs keçim. Mən də dedim ki, bunu başqasından eşidəcəyinizə, bunun üçün gedib pul verəcəyinizə, bəzən özünüzü psixolojik, mental olaraq pis hiss eləyəcəksiniz və bunun gətirdiyi minuslarla qərarlar alacaqsınız. Bu hadisələrin baş verəcəyinə mən sizə bunu deyim. Ən azından bunu izləyəcək nə qədər takipçim olar, bundan sonra nə qədər yüksələrəm, bir motovloger kimi nə hansı levelə qalxaram bilmirəm, amma olduğum hər bir nüansda çalışdığım qədər məni izləyəcək o 5-10 nəfər şəxs var ha. O 5-10 nəfər şəxs üçün eləyəcəm bunu. Bəli, çünki mən olsa bundan pul qazanmıram. Bu mənim sevdiyim bir şeydir. Mən hər çətinliyi görmüşəm, hər problemi yaşamışam. Mənim belə deyim də, gördüyüm travmalar bəlkə də bir çoxlarının heç yuxusuna belə girməz. Mən bunları yaşamışam. Və mən istəmirəm ki, dəstək ola biləcəyim yerdə, məsəl üçün də bunlar haqqında danışa biləcəyim yerdə səssiz qalıb və insanlar bu problemlərdən boğularaq ölsün. Bəli, biz... O... Yanımdan çox sürətli keçdi. Heç görmədim. Qorxdum. Həqiqətən qorxdum. Sürətim stabil idi əslində, yəni 100-dən aşağıdan gedirdim. Amma birdən-birə yanımdan sürətli keçdi. Nəsə böyük bir iş olar, yəqin ki, nəsə hadisə baş verib. Amma qorxdum birdən-birə. Dedim, bu səs hardan gəlir? Halbuki arxama baxanda görməmişdim heç arxamda bir yol polis işçisinin olduğunu. Sözüm nəyə? Harada qalmışdım? Məni çox pis taşdırdı. Motosikl sürəndə insanlar həqiqətən də full fokusun yolda olur. Ona görə bəzi şeyləri qaçıra bilirsən. Nəyi demək istəyirəm yəni sizə? Əgər bunu eləyə biliriksə, birləşib, öz düşüncəmizi ortaya qoyub, bəzi problemləri öz içimizdə həll eləyə biliriksə, bunu eləyək. Çünki bunu eləməsək, sonradan çox pis geri dönüş ola bilər. Həyatımız məhv ola bilər. İnanın, mənə çox həyatı məhv olmuş insan tanıdım. Və böyük ehtimal ki, vaxtında davranıb, düzgün şeylər eləməsəydim, mənim də həyatım məhv olmuşdu. Mən çalışdım ki, belə bir şeylərə yol verilməsin, olmayım, itib getməyim, belə deyim. Bunun üçün çox çalışdım. Şükür Allaha bugünkü gününə pis deyiləm, yaxşıyam. Bəlkə həyatda təkəm, çox təkəm, yəni nə ailə dəstəyi, nə atıram. Ətrafdan çox az, sadəcə 1-2 dostum var və onlardan dəstək alıram və mənim bir nömrəli həyatımın mənasından dəstək alıram. Bu 1-2 nəfərdən dəstək alıram və bu mənim üçün bəs edir. Geriyə qalan hər şeyi özüm həll eləməyə çalışıram. Bütün problemləri özüm həll eləməyə çalışıram. Düzdür. Mən problem yaşadığım ərəfədə o insanların da heç biri yox idi. Hələ həyatıma daxil belə deyildilər. Və mən çalışıb ölməməyə çalışdım, belə deyək. İntihar etməməyə, həyatdan uzaqlaşmamağa çalışdım. İndi bəlkə də bu videonu paylaşandan sonra kimsə zəng vurub deyəcək ki, abi, niyə belə danışırsan videolarında, bəs nə problemin var? Amma uşaqlar, əslində hər şey qaydasındadır. Sadəcə olaraq mən səmimi olmaq istəyirəm. Mən heç vaxt üz taxmıram. Videom izlənsin deyə bir maska geyinmirəm. Ki, maskalara da qarşıyam. Necə varamsa eləyim. Və belə olmaq mənim üçün qürur vericidir. Qoy məni az adam izləsin. Amma məni mən olduğum üçün izləsin. Başa düşdün? Və məncə boş bir video eləmirəm. Yəni, ya insanları mental olaraq kömək eləməyə çalışıram, ya motosikl məlumatları olaraq, və yaxud da ki, sən bu yeməyi yeyərkən, qabağında məsəl üçün yemək qoymuşsan, onu yeyərkən eşitdiyin bir cümlə sənə toxuna bilər. Bu bir cümlə bəlkə də sənin həyatını dəyişə bilər. Mənim həyatımı bir neçə cümlə dəyişdi və sizdə də elə olacaq. Çünki həyat qarmaşıq bir hörümçək torudur. Allah sizi növbəti səviyyəyə hazırlayır, hər daim. Fikir verin ki, Allah sizi növbəti bir levelə hazırlayır.
Adi baxın, nəsə bir iş qurmaq istəyirsiniz, bir biznes yaratmaq istəyirsiniz, bir şey eləmək istəyirsiniz. Bir yerdə yolunuz tıxanır. Həmişə çox xoş xəbərlərin əvvəlində yolunuz tıxanır. İstəyirsiniz məsəl üçün öz biznesinizi qurasınız. Aha, müdür sizi işdən atır. Və yaxud da ki, böyük borca düşürsünüz. Sağlamlıq problemi çəkirsiniz. Unutmayın, hər bir zəfər bax bu problemlərin sonunda gəlir. Bu problemlərdən sonra o zəfərli günlər gəlir. Və siz bunun şahid olasınız. İnanın mənə, bunun çox yaxşı şahid olasınız. Ona görə həvəsdən düşməyin, ruhdan düşməyin. Hər şey daim yaxşı olacaq. Buna inanın. Mən inanıram. Çox problemlərdən üzləşirik, amma inanıram. Bir gələk vlogumuzun bir digər hissəsinə. Gələk vlogumuzun bir digər hissəsinə. Yolda elə bir siz oturmuşkən, mən belə kamera qarşısındaykən danışırıq. Gələk vlogumuzun digər bir hissəsinə. Uşaqlar, mən belə düşünürəm ki, hər daim də mənim ağlım, fikrim həmişə bu olub ki, siz atıram nəysə fikirləşirsiniz, düzdür, motosikl haqqında deyirəm mən. Nəsə almaq istəyirsiniz, beyninizdən nəsə keçir, amma çox tərəddüddə qalırsınız. Mənə sual verin, bu videonun altına yazın. Deyin ki, məsəl üçün Elnur, Felix abi, mən falan motosiklet almaq istəyirəm. Çox ürəyimdən keçir, amma necə olar, necə motosikletli bilmirəm. Sizdən nə məsləhət görürəm, əgər təzə başlayan, hələ 150-200 kub sürən bir şəxsinizsə, mən deyərdim ki, sizə bir dəfə Grand Motoya gedin. Bütün motosikllara baxın, həm qiyməti münasibdir, həm də təzə başlayan bir şəxs üçün idealdır. Bu belə. İkinci, 100% təlim üçün mənə yazın. Mən özüm təlim keçmirəm. Heç buna hal-hazırda vaxtım da yoxdur. Və 14 il təcrübəsi olan bu təlim yoldaşıma bu şeylərin hamısını həvalə eləmişəm ki, bu işdə çox professional olduğunu düşünürəm, həqiqətən də. Əhmədi buradan öpürəm. Çoxlu öpürəm. Bugün yollarda çoxlu yol polisi var. Niyə bilmirəm, yəqin nəsə bir şey var. Ya da 6-cı gündür hər halda. Çox yol polisi var. Mən ona həvalə edirəm və təlim həqiqətən çox vacib bir şeydir. Fikirləşin, mən artıq hardasa bir 3 il var da sürürəm. Və mən təlim videoları çəkməyə başlayanda mən özüm də təzə yeni 1000 dənə şey öyrənəcəm. Bu %100'dür. Amma təlim nə üçün vacibdir? Təlim sizə 4 illik, hətta 5 illik təcrübəni qazandıra bilir. Siz elə bir 4 il motosikl sürürsünüz. Çünki o 4 il ərzində siz düzgün viraja yatmağı, virajdan qalxmağı, motosikl haqqında texniki məlumatları, nə olanda necə eləməliyəm məsələlərini, motosikldan filan səs gəlirsə nə etməliyəm məsələlərini ki, bunların hamısı bizim YouTube'da videolarda olacaq. Eyni zamanda təlimə gələndə orada da şahid olacaqsınız. Bunların hamısını öyrədəcəyik. Bakıda bir neçə təlim yeri var. Mənim belə özümlə birlikdə gördüyüm bir təlimçi var yəni. Mən özümlə tam olaraq ortaq görürəm. Digərləri ilə adreşəyəm yoxdur, amma bir Zakiri tanıyıram ki, o məndən bir yerdə gələ bilər bu sistemdə. Amma bəzi təlim yerləri var ki, sizi sadəcə başdan soğudur. Motosikletə mindin, velosipedi sürməyi öyrənirmiş kimi də. Motosikletə mindin, bu qazdır, bu tormuzdur. Burada da belə dön. Yəni bu təlimi bitmiş olur. Təlim belə olmur. Bizim təlim, inşallah bu təlimə gələndə özünüz görəcəksiniz ki, motosikl təlimi necə olur? Motosikl təlimində siz 10-cu dərsə çatanda Moto Arena'nın tərkibində imtahan verirsiniz. Bu bizim imtahanımız olacaq. Ki siz həqiqətən də bunu bacarırsınızmı? Siz bunu bacarmadan yola çıxsaz, sabah bu bizim üçün böyük bir problemdir. Çünki biz sizə tam öyrədə bilməmişik deməli. Bu belə. İkincisi, hər daim 150 kubda sürməyi öyrəndinizsə, bəli, 400 kubda da eyni şeyləri eləyə bilərsiniz. Amma öz alacağınız motosikldan gəlib, növbəti də bir dərsdə alacağınız motosikldan təlim keçməlisiniz.
Bunu məhz mən Elnur Felix tərəfindən sizə hədiyyədir. Gəlirsiniz, bir dərs, məsəl üçün, keçdiniz təliminizi keçəndən sonra, abi mən motosikletimi aldım, amma tam adaptasiya ola bilməmişəm motosikletima. Gəlib bir dərs səndən keçmək istəyirəm desəz, mən bunu öz təlimçimə yönəldəcəm və bəli, siz onunla birlikdə bir dərs motosikl təlimi alacaqsınız. Beləliklə nə olacaq? Siz artıq öz motosiklinizin tam adaptasiya olmuş olacaqsınız. Bunlar çox vacib şeylərdir. İşimizi haqqı ilə, halallığımla görəndə bizim ruzimiz, bərəkətimiz də bol olur. Mən buna inanan şəxsən, indiyən kimi qurduğum hər işimdə bunun təsirini görmüşəm. Yəni, halalçılıqdan əziyyətini də çəkirəm və bundan sonra da çəkməyə davam edəcəm və bunun təsirini görürəm. Blogerlikdə də eyni ilə mən məsəl üçün videoları çəkirəm, amma bu günə qədər mən bu videolardan 1 manat belə qazanmamışam. Əsasən də Azərbaycanda izləyici kütləsinin aşağı olmağı belə bir situasiyaya gətirib çıxarır ki, biz videolardan pul qazanmırıq. Onsuz da çox izlənə bilmirik. Bizim millət biraz o necə deyərlər, diqqət problemi yaşayır da. Diqqəti tez-tez pozulur. Ona görə onlara ancaq məsəl üçün musiqili video və yaxud da ki, hansısa xırda bir situasiyanın videosu vacib olur. İndi siz baxın, məsəl üçün, bu videonu paylaşdım. Bundan bir ay sonra, 3 ay sonra girin baxın, bu video nə qədər izlənib. Həqiqətən, Elnur Felixin bu videosu nə qədər izləndi. Halbuki bu videonun içərisində həqiqətən çox dəyərli məlumatlar var idi. Nə qədər izləndi. Əgər, məsəl üçün, 30 mini keçməyibsə, siz başa düşün ki, artıq bəzi şeyləri dəyişmək çətindir. Hə, amma 30 mini keçibsə, demək ki, dəyişmək istəyən, hələ də fokusunu bir şeyə verə bilən, sosial medianın beynini yemədiyi şəxs kütləsi də var. O şəxslər də var. Oh. İndi gəldim bura. Benzinliyə gəlmişəm. Bir bu tərəfə keçək, deyən o tərəfə keçəcəm. Hello. Acından da ölürəm bu arada ha. Bir benzin vurup keçəcəm o tərəfə. Oh. Yəni belə. Deyəm bir dəqiqə. Gözləyin görüm. Bu videonu dayandırım. Sonra təzədən başladım deyə düşünürəm. İki videonu birləşdirim. Nasıl fikir? Ya da yox, tam çəkim, arada kəsərəm. Kəsib kat verərəm. Bir damcı sadəcə olaraq bunu belə eləmək lazımdır ki, hop deyə şey olmasın. İndi tam görsənərəm məncə. Yaxşıyam, əzizim. Videolarım yaxşı düşə bilər. Yepari. Bu tuzlu mənitəmmi böyle? Bu arada sizə demişdim uşaqlar, mən əvvəllər mahnı oxuyurdum. Çox sevdiyim bir şəxsdən də məhz mahnı oxuyarkən tanış olmuşam. Hələ də həyatımdadır. Şükür ki, belə bir situasiya yaşayıb. Abi, mən sevgi məsləhətlərində sizdən o qədər danışaram ki, o qədər söhbət edərəm ki, necə sevgi həyatınızı qurmalısınız. Neynəsəniz həqiqətən də uğurlu bir sevgi həyatınız olar. Yəni, bu tip videoları o qədər çəkmək istəyirəm ki, və bunda çox yaxşı bilirəm uğurlu olacağımı. Çünki bazarda bir kursu 500 manata verən şəxslər tanıyıram ki, bu adamlar sevgi həyatı qurmaq üçün yox. Sevgi həyatı necə olur? Siz və qarşı tərəf bir-birinə həqiqətən uyumlu olur. O müharibəni apara biləcək iki cəngavər kimi. Çünki sizin yoldaşınız sizdən fərqli deyil. Sizdən eyni olmalıdır. Və sizdən eyni olması demək, siz pissinizsə də, yaxşısınızsa da, bu yoldaşınız da elə olacaq. Yəni, siz birinci özünüzü yaxşı eləməlisiniz. Və insan necə sevir? Abi, bunların haqqında çox uzun-uzun danışaram da, neysə, bugün danışmayacağam. Sizdən başqa bir videoda bunların haqqında söhbət edəyəm. Əsasən də sevgi məsələlərindən bağlı. Ah, nələr deyərəm, nələr. 92 nədir? Kasıb.
Qardaş soruşur ki, 92-dir. Deyirəm, yox, 92-dir. 95-dir. Bu arada mənim motosikl hələ də eləmədi, fanı bağlamadı. Baxıram niyə bağlamadı, neçə dərəcədə? 95 dərəcədədir. Yaxşı ki, motosiklim 95 dərəcədən çox da qalxmır. İndi bağlaya bilərik. 94 dərəcə. Məncə idealdır. Düzdür, havaları nəzərə alsaq, hələ ki tam bir 40 dərəcə, 50 dərəcə isti olmadığına görə pis keçmir. Ah, video çəkəndə sizi nə yorur desəm, məni nə yorur desəm, böyük ehtimal ki, montaj deyərəm. Çox yorur məni. Bunun montajını edərəm. Vaxtım yoxdur uşaqlar, üzrü sayın. Montaj eləməyə heç axıtım yoxdur. Amma böyük ehtimal ki, aralardan bir hardasa 30 saniyəlik, 40 saniyəlik kəsit atıb şey deyərəm, Instagrama yükləyərəm. Bunu YouTube-a yükləyirəm. YouTube üçün. Hə, varmı məsəl üçün? Bizdə blogerlərə baxıram, çoxsu ya rəsmi danışır. Mən bunun qapağını açacağam. Yəni ehtiyac yoxdur da, başa düşdün? Rəsmi olma, səmimi ol. Amma bu səmimiyyətin içində həqiqətən də bir keyfiyyət olsun. Necə dedim uşaqlar? Səviyyə. Çox səviyyə. 50 yaşındakı kişi digər 50 yaşındakı kişiyə ay uşaq dedi. O deyə bilər, ərk edir. Ərki çatır. Qabağımdakı maşın bitdi. Bu səslərə fikir verməyin. Tik tak tak, tik tak tak, tik tak tak. Bu arada uğurlu olmaq istəyirsinizsə, həqiqətən də həyatda hər hansısa bir şeydə bu hər şey ola bilər. Futbol ola bilər, karyer ola bilər. Karyera da bir futbol da bir karyeradır, bilirəm. Hər hansısa bir şey. 95 olanda vuranmır. Ştat 95 olanda vuranmamaq. O necə olur? Nəsə elə bir cümlə qurdu. Siz yəqin ki, eşitmədiniz. Mən eşitdim. Deyir 95 olanda vuramam. Vura bilmirəm. Niyə? Oxumuş benzində. Daha super, pisi premiumdur. Ancaq premium insanlar vura bilər. Ola bilər, hər şey ola bilər. Keç qabağa, hələ mən varam, əzizim. Hop, 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 hop. Salam. Hər vaxtınız xeyir. Polna bak. Hə. 95. Bunu çıxardım. Məni bircə saniyə gözləyəcəksiniz. Diqqətiniz pozulmasın. Ayda, güzgünü vurdu, qırdı. Güzgünün ardına sıçdı. Olsun, eyb yox. Canın sağ olsun, dayı. Dayı, motosiklet yaxşıdır. Bilirik kimdən. Doldurun da söz qalsın mı? Hı? Doldurun qalsın. Bəs biraz da doldurum. Все. Так, так. Tak, tak, tak. Belə işlər. Nazlı gidişlər. Mesela. Aha. Все. Hakkı. Bəli. Aha. Yox, çox sağ ol. Sağ ol. Hoppa, bunu belə seyriyək. Все. Məncə seyriyər. Okey, bunu açdıq. Mənim əsəbimə toxunur. Aha.
Belə-belə işlər uşaqlar. İndi keçirik buradan öz işimizə. Gözlədiyinizə görə çox sağ olun. Və yaxud da ki, videonun qabağı da eləmiş ola bilərsiniz. Bu da əslində çox məntiqli bir şeymiş. Videonun qabağı eləmək. Yəni, niyə gözləyəsiniz sizi? Videonun qabağı eləyin geçsin də. Və yaxud bir kommentlə qarşılaşıram. Deməli, Instagramda bir storyya komment yazmışam. Bu gülləri əzən blogerlərdən bağlı. Mən də yazmışam ki, yaxşı ki, mən motovlogerəm, güllərdən işim yoxdur. Onun altına bir nəfər durub söyüş yazıb. Nəsə belə ətraflı belə bir ana-bacı söyüşü yazıb. Mən də bunun altına bir qəşəng ürək sözlərimi dedim, hətta şəxsisinə də yazdım. Və bu insanlar trolldur ha, yəni bunlar trollardır. Hansı ki, polisə şikayət eləmək üçün, yəni söyüşü yazır ki, səni əsəbləşdirsin, öz nəslini orta hissəyə qoyur və sonra səndən söyüş gözləyir, sonrasında şikayət edib səni polisə verə bilmək üçün. İndi bilmirəm, məqsədləri nədir, nə güdürlər. Onu mən ətraflı doldurdum. Mənə deyir ki, səni şikayət edib, hətta screenshotumu paylaşacağam, şəkillərini paylaşacağam falan. Mənə görə qorxduğu şeye bax. Məni Bakı tanıyır, şərəfsiz. Sənin nəslini görsən kimləri tanıyır. Məni bilirlər, tanıyanlar bilir necə insanam. Əsas odur, bu cür şərəfsizlər, vay Allah, bu necə küləkdir. Bu cür şərəfsizlər bizim həyatımızdan uzaq olsun. Mən çox vid verməsəm də, bəzən adam olur da, yan dəqiqə. Buraları kəsərəm ya da bilmirəm. İnşallah bu video tutuzdurmaz. Bu qədər sürətli sürməyi də istəməmişdim. Ay aman yar, dünya mənə dar. Böyük ehtimal ki, onun ikisini də yazan özüdür. Elə cici şeylər yazanlar çox vaxt 3-4 dənə fake kommentlərdən, fake hesablardan yazırlar. Şö. Bu arada motosiklet yaxşıdır, xoşuma gəldi. Vəziyyəti xeyli sazdır. Yəni, mən motosiklə problem yaşayırdım, yadınızdadırsa. Artıq o problemlər keçib, düzəlib. That's good. Good boy. Sözüm mənim elə gəlir, yoxsa kameramı biraz aşağıya düşür. Neyse, bu dəqiqə başım qarışıqdır, yola baxıram. Yar aman yar, dünya mənə dar. Yar aman yar, mənə dar. Ay aman, yar aman. Əlbir olub, bir ayı bir qurd ilə, yoxsa qurd ilə idi o, bilmirəm. Ay, qabaqda biraz şey var. Əlbir olub, bir ayı bir usta ilə sapladılar motosikleti dibinə qədər. Amma bu qəşəng qafiyəli olmadı axı. Əlbir olub, bir ayı bir qurd ilə. Endirmə vermədilər motosikleti. Tuttum hərdən dilə. Ay neyse, tapamadım. Boş ver, başım bırakın, hadi. Öpürəm sizi uşaqlar, artıq bağlamağın tam vaxtıdır. Tükəndim. 40 dəqiqə danışıram və tükəndim. Davay.